izləyicilərim, möhtəşəm bir dənə yenə mənzilimiz satışa çıxıb Xırdalanın çox gözəl bir yerində. Deməli, Xırdalan şəhəri Afbark yaşayış kompleksində gözəl, şəxsi təmirli, mətbəx mebelli, kombili, isti döşəməli, özdə sizləri nəzərə alaraq 2-ci mərtəbə. 10 mərtəbəli binanın 2-ci mərtəbəsində mənzilin əsas giriş hissəsində tanış olaq. Əsas giriş hissəsi burada yerləşir. Bax, görürsünüz, tavanı çox gözəl, səliqəli yığılıb, tam təmirlidir. Yerlər isti döşəmədir, təmir zamanı bahalı materiallardan istifadə olunub. Mənzilin giriş hissəsinin içəri daxil olanda sol tərəfdə mətbəx hissəsidir, qazıdır, gizli aspiratordur, moykasıdır. Hər biri hazır vəziyyətlidir. Göstərək bir daha dəhlizini. Keçirik buradan mənzilin hamam sanuzelinə. Mənzilimiz bir otağın 2 otağa perizelka bir mənzildir. Amma gördüyünüz kimi çox gözəl zövqlə təmir olunub. Mənzildə demək olar ki, təmirdən sonra yaşayış olmayıb. Bura mənzilin qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağının işıqları həqiqətən mənim çox xoşuma gəldi, zövqlə yığılıb. Radiatorudur, pərdəsidir, lüstrüdür, televizorun yeridir, TV stentidir. Tam təmirli 60 kvadratdan ibarət mənzildir. Orta mərtəbə, orta blok, hətta 2-ci mərtəbə. Təmir zamanı qapılardan istifadə olunub. Bura evin yataq otağıdır, görürsünüz. Aboyları, boyaları, hamısı çox gözəl, səliqəli, səsili çılçıqlardır, quraşdırılıb. Çox gözəl bir, zövqlü bir mənzildir. Burada gördüyünüz kimi, baxın bu hissədə də balkon hissəsidir. Göstərək balkonun mənzilin həyətini, keç-keç həyətini göstər. Bura binanın həyətidir, geniş parkingi, yanında bazar storu. Necə? Ha, kombisi var. Kombisi falan hər şey quraşdırılıb, əziz izləyicilərimiz. Burada da güzgüsüdür və belə bir işləmə də var burada. Nəzərinizə çatdırım ki, tam açım. Bax, çək göstər, peşə səliqəli, naxışlı işləmələr də var. Satış qiyməti təyin edilib, əziz izləyicilərimiz, bugünkü gün 95.000 manat. 95.000 manat nəqdi qiymətdir. Deməli, bu mənzili kredit şərti də ola bilər. Baxın, necə bir şərt ola bilər. 6 ay müddətinə çatışmayan bir məbləğin olsa ödəyə bilərsən. Da 50 min, 60 min yox. Yəni biraz belə deyim də, yəqin ki 15, 20, 25, 30 çatışmayan məbləğin olarsa ödəyə bilərsən. Və sonda bir daha evin dəhlizi, qonaq otağı tanış olaq. Gecəniz xeyrə qalsın. Sağ olun, salamat qalın.